Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Hər birinizi salamlayıram. Sabah Azərbaycanda 9 noyabr Dövlət Bayrağı günüdür. Və bu gün münasibətilə mən Azərbaycan bayrağı ilə bağlı 3 hissəli qısa video çəkmək qərarına gəldim. İlk olaraq qeyd edim ki, mənim Azərbaycan bayrağının tarixi ilə bağlı yazdığım 2 hissəli məqaləm var və həmin məqalədə mən Azərbaycan bayrağının keçirdiyi təkamül yolunu arxiv sənədləri və qaynaqlar əsasında geniş şüurlandırmağa çalışmışam. İlk olaraq qeyd edim ki, 1918-ci il mayın 28-də Tiflisdə ilk cümhuriyyətimiz elan edilən zaman bu cümhuriyyətin bir bayrağı təsis olunmamışdı. Məsələn, Gürcüstanın da bayrağı var idi, Ermənistanın da bayrağı var idi. Amma Azərbaycan özünə məxsus bir bayrağı yox idi. Ona görə də 1918-ci il iyun ayının 21-də Azərbaycanın Osmanlı bayrağına bənzər ilk dövlət bayrağı təsis edildi. Lakin Osmanlı bayrağının bu bayrağın fərqi bu idi ki, Osmanlı bayrağında ulduzların sayı 5 güşəli idi, Azərbaycan bayrağında isə ulduzların sayı 8 güşəli idi. Yaxşı, nəyə görə Azərbaycan ilk bayrağı Osmanlının dövlət bayrağı əsasən təsis edilmişdi? Bəhs edilən dövrdə Azərbaycanda hökumət böhranı baş vermişdi. Yəni 1918-ci il 17-18 iyun tarixlərində Gəncə şəhərində Nur Paşanın hərbi komandanlıq etdiyi Osmanlı hərbi komandanlığı ilə Əhməd bəy Ağayevin rəhbərlik etdiyi Azərbaycanı Osmanlı dövlətinə birləşdirməyə çalışan ilhaqçıların yaratdığı süni hökumət böhranı nəticəsində Azərbaycan Milli Şurası ləğv edilmiş, Azərbaycan hökuməti faktiki ləğv edilmiş və ölkəmizdə sırf Osmanlı hərbi komandanlığının diktəsi və istəyi ilə yeni hökumət kabineti formalaşdırılmışdı. Və bu məsələ də bayrağı da öz təsirini göstərmiş və deməli, bu hadisədən 3 gün sonra Azərbaycanın Osmanlı bayrağının əsasında ilk dövlət bayrağı təsis edilmişdi. Yeri gəlmişkən iyun böhranı barəsində Azərbaycanın tarixçi alimləri Vasif Qafarov və Cəmil Həsənli də öz tədqiqatlarında geniş məlumat veriblər. Videomuzun ikinci hissəsi isə Azərbaycan bayrağının təsisində ingilislərin rolu barəsində olacaqdır.